Vaxtınız xeyir olsun əziz xanımlar. Növbəti mövzumuz məzmun xəttidir. Baxaq nədir məzmun xətti? Məzmun xəttinə nələr aiddir? Məzmun xəttinin mahiyyəti nədir? Bütün bunları öyrənək. Məzmun xətti hər bir qrupda müəyyən olunmuş məzmunun əsas və zəruri hissəsidir. Leytmotividir, bünövrəsidir və ana xəttidir. Məzmun xətti bizi məqsədimizə aparır. Məzmun xətti dəyişməzdir. Məzmun xətti birinci rəqəmlə ifadə olunur. Baxın, məktəbəqədər təhsil müəssisələrində məzmun xətti dedikdə nə nəzərdə tutulur? Bizim 4 məzmun xəttimiz var. Yəni biz həmin 4 məzmun xətti əsasında uşaqlarda bacarıqları formalaşdırırıq. Bizim birinci məzmun xəttimiz hansıdır? 4 məzmun xəttimiz var. Birinci məzmun xəttimiz, yəni inkişaf sahələri əsasındadır. Biz inkişaf sahələrini keçmişik. Birinci inkişaf sahəmiz hansıdır? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. İkinci inkişaf sahəmiz hansıdır? İdrakin inkişafı. Üçüncü inkişaf sahəmiz isə estetik və yaradıcı inkişaf və dördüncü inkişaf sahəmiz sosial, emosional inkişaf sahəsi. Yəni, məzmun xətti dedikdə inkişaf sahələri nəzərdə tutulur. Baxın, əgər məzmun xətti birinci rəqəmlə göstərilirsə, yəni birinci rəqəm hansı standartlar verilir bizə və həmin standartlardan birinci rəqəm hansıdırsa, o olacaq məzmun xətti. Baxın, məzmun xətti dəyişmir. Bu nə deməkdir? Yəni, əgər bizə belə bir standart verilirsə, 3.2.1. Baxın, buradakı 3 məzmun xəttimizdir. Yəni, bu 3 heç vaxt dəyişmir. Bu 3-ün adı 3 heç vaxt dəyişmir. Olduğu kimi qalır. 3 nədir? Dediyimiz bu başdakı 3 məzmun xəttidir. Və hansı məzmun xəttimizdir? Baxırıq 3-cü inkişaf sahəmizə. 3-cü inkişaf sahəmiz hansıdır demişdik? Estetik və yaradıcı inkişaf sahəsi. Yəni, burada 3 verilibsə, bizim olacaq 3-cü inkişaf sahəmiz, estetik və yaradıcı inkişaf sahəsi. Yox, əgər bizə məzmun xətti kimi 3 verilməyib də, əgər burada bizə verilibsə ki, burada 3 verilməyib, bizə verilir 2 verilir. Baxın, bəs 2 dedikdə nə nəzərdə tutulur? 2 dedikdə isə artıq bu ikinci inkişaf sahəmizə baxırıq. Baxın, ikinci inkişaf sahəmiz hansıdır? İdraki inkişaf sahəsi. Yəni, burada məzmun xətti olaraq nə verilirsə, hansı rəqəm verilirsə, 1 verilirsə əgər, 1 verilirsə, baxın, bu verilir, 1 verilirsə məzmun xəttimiz nə olur? Məzmun xəttimiz olacaq birinci inkişaf sahəmiz. Birinci inkişaf sahəmiz hansı oldu? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. 2 verilibsə, ikinci inkişaf sahəmiz olacaq. Yəni, ikinci inkişaf sahəmiz hansıdır? İdrakin inkişaf sahəsi. Yəni, 2 verilməyib. Əgər burada 3 verilibsə, bu zaman nə olacaq? Üçüncü inkişaf sahəmiz hansıdır? Estetik və yaradıcı inkişaf sahəsi. Yox, əgər məzmun xətti kimi burada 4 verilibsə, bu zaman 4 nə olacaq? 4 olacaq artıq sosial, emosional inkişaf sahəsi. Yəni, məzmun xətti dəyişmir, nə dedik? Yəni, 1, 2, 3, 4, yalnız 4 inkişaf sahəmizə aid olacaq. Yəni, başqa heç nəyə məzmun xətti aid olmur. Məsəl üçün, belə deyək ki, 5.2.1, 6 olmur, 8 olmur. Məktəbəqədər təhsil sahəsində yalnız 4 məzmun xətti var. Birinci məzmun xəttimiz fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. İkinci məzmun xəttimiz idrakin inkişafı, üçüncü məzmun xəttimiz estetik və yaradıcı inkişaf, dördüncü məzmun xəttimiz isə sosial, emosional inkişaf, yəni inkişaf sahələri əsasında. Bəs yaxşı, məzmun standartı nədir? Baxın, məzmun standartı uşağın bilik və bacarıq hissəsinə qoyulan dövlət tələbidir. Deməli, nə dedik? Məzmun standartı uşağın bilik və bacarıq hissəsinə qoyulan dövlət tələbidir. Dövlət tələbidir. Hər bir standart bilik və fəaliyyətdən ibarətdir. Baxın, hər bir standart bilik və fəaliyyətdən ibarətdir. Yəni, hər bir standartın daxilində bilik və bacarıq,
fəaliyyət var. Yaxşı, bəs bilik nədir, fəaliyyət nədir? Bilik uşağın nə öyrənəcəyidir, adından da məlumdur. Bilik nədir? Uşağın nə öyrənəcəyi. Yaxşı, bəs fəaliyyət nədir? Fəaliyyəti isə artıq öyrəndiyini necə nümayiş etdirir? Yəni məzmun standartına daxil olan bilik və fəaliyyətdən bilik oldu uşağın nə öyrəndiyi, uşaq nə öyrənir, hansı biliklərə yələnir, fəaliyyəti isə artıq onu necə icra edir, necə nümayiş etdirir. Məsəl üçün, bugün bilik olaraq uşaqlara öyrətmişik, savad təlimində öyrətmişik, hər hansı bir hərfi öyrətmişik, A hərfini öyrətmişik, yazılışı və oxunuşu. Bu bilik hissəsidir. Fəaliyyət hissəsi isə artıq onun necə öyrənib, sizə necə qaytarır, öyrəndiyini sizə necə söylüyorsə, necə göstərirsə, bu olur fəaliyyət. Əsas standarta isə gəldikdə isə məzmun standartı həm də əsas standart və alt standart olaraq iki yerə bölünür. Baxın, məzmun standartı əsas standart və alt standart olaraq iki yerə bölünür. Əsas standart və alt standart olaraq iki yerə bölünür. Nədir əsas standart, nədir alt standart? Baxın, burada bizə məzmun xətti, əsas standart və alt standart bizə planımızda veriləcək. Bunu biz özümüz təyin etmirik. Məsəl üçün, bizə verilir 3.1.1. Baxın, 3.1.1 nədir? Baxın, biz nə demişdik? Birinci göstərilən rəqəm məzmun xəttidir. Birinci göstərilən rəqəm məzmun xətti olduqda, yəni 3 yazılıbsa burada, 3 yazılıbsa hansına aid olacaq? 3 yazılıbsa estetik və yaradıcı inkişaf sahəsinə aid olacaq. Baxın, 3 məzmun xətti estetik və yaradıcı inkişaf sahəsinə aid ediləcək. Yaxşı, bəs burada dəyişən nədir? Baxın, burada dəyişən artıq əsas standart və alt standartdır. Ancaq əsas standart hər dedikdə dəyişilmir. Yəni, hər zaman dəyişilmir. Sadəcə olaraq mövzular mürəkkəbləşdiyi zaman bəzi zamanlarda dəyişilir. Əsas standartımız dəyişilir. Amma baxın, alt standart isə daima dəyişir. Alt standartımız daima dəyişilir. Yəni, 3 dedik ki, məzmun xəttidir. Estetik və yaradıcı inkişaf sahəsidir. Burada 3 olmayıb 1 olsa nə olur? Buzda fiziki inkişaf və sağlamlıq təhlükəsizlik inkişaf sahəsi olur. 1 olmayıb 2 olsa idraki inkişaf sahəsi 3'dür və 3-cü inkişaf sahəmiz hansıdır? Estetik və yaradıcı inkişaf sahəsi. Yaxşı, bunu başa düşdük məzmun xəttini. Bəs onun yanındakı 3.1 nədir? Yəni 3.1, bu birinci birdən danışırıq. Baxın, bu birdən danışırıq. Yəni 3 bildik ki, məzmun xəttidir və birinci göstərilən məzmun xəttidir. Bu dəyişilməyəcək. İnkişaf sahələrində 2-dirsə idrafi inkişaf sahəsi olacaq, 3-dirsə estetik olacaq, estetik yaradıcı inkişaf olacaq, 4-dirsə sosial imsana olacaq, 1-dirsə fiziki olacaq. Bunlar heç vaxt dəyişilməyəcək. Onun yanındakı biri isə 3.1 artıq bunun bacarıqlarıdır. Bu bacarıqlarıdır. 3.1 bu ikinci göstərilən, bir də hər deyənə dəyişilmir. Bu əsas standartdır. Yəni, bəzi zamanlarda dəyişir. Deməli, 3-cü inkişaf sahəmiz olan estetik və yaradıcı inkişaf sahəsinin bacarıqları. Baxın, 3.1, bunu biz keçmişik. 3.1 nə idi? 3-cü inkişaf sahəsinin birinci bacarığı. Sadə, bədii yaradıcılıq bacarıqlarını nümayiş etdirir. 3.1. Baxın, bu sonuncu biri izah edəcəyik. Sonra biz hələ ki bu ikinci birdən danışırıq. 3 məzmun xəttidir. Bunu bildik. Bunu avtomatik bildik. Birinci rəqəm məzmun xəttidir. Yanındakı biri isə artıq əsas standartdır. Həmin məzmun xəttinin bacarığıdır. 3-cü inkişaf sahəsinin birinci bacarığı nə oldu? 3-cü inkişaf sahəsinin, yəni 3-cü məzmun xəttinin birinci bacarığı sadə bədii bacarıqları nümayiş etdirir. Deməli, əsas standart nədir? Məzmun xəttində görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. Deməli, əsas standart məzmun xəttində görüləcək işin, yəni bu bizim məzmun xəttimizdir. 3 məzmun xəttimizdir. Əsas standartımız məzmun xəttində görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. Əsas standart əsasən dəyişməzdir. Yəni, əsas standart dəyişmir. Bəzən dedik ki, daha mürəkkəb bacarıq tələb olunduğu zaman dəyişilir və
ikinci rəqəmlə göstərilir. Məsəl üçün baxaq burada, məsəl üçün 3 buna baxaq. 3 dedik, ikinci rəqəmlə göstərilən artıq burada nə olur? Əsas standartımız olur burada. 3.2 desək nə olur? 3-cü inkişaf sahəmizin ikinci bacarığı. Sadəcə olaraq müəllim, biz inkişaf sahələri əsasına keçəndə orada sual cavab edəndə deyirik ki, 3.2 nədir? 1.1 nədir? 4.1 nədir? Yəni 1.2 nədir? Deməli burada həmin dediyimiz birinci rəqəm bizim məzmun xəttimizdir. 2 isə əsas standartımızdır. Yəni inkişaf sahələri bizə məzmun xəttimizdir. Yəni ikinci göstərilən rəqəm isə artıq inkişaf sahələrinə daxil olan bacarıqlardır. Bu çox asandır. Sizin üçün bəlkə də çətin ola bilər alt standart. Sonda onu da rahat şəkildə, sizə başa düşəcək şəkildə aydınlıq gətirərik. Alt standart bəlkə də çətin ola bilər. Onu da asan yolu ilə izah edə bilərik. Deməli 3 burada oldu. 3-cü inkişaf sahəmiz. 2 isə həmin 3.2 isə 3-cü inkişaf sahəmizə aid olan bacarıqdır. Və yaxud da biz gələk bura baxaq. 1.1-ə baxaq. Birinci inkişaf sahəmiz hansıdır? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Bu bizim məzmun xəttimizdir. Bəs bunun yanındakı 1 nədir? Bu isə artıq əsas standartdır. Yəni məzmun xətti üzrə görüləcək işi bizə göstərir. Yəni mən məzmun xəttiyəm, mən fiziki inkişaf və sağlamlıq təhlükəsizlik sahəsiyəm. Bəs mənim yanımdakı 1 nədir? Mənim görəcəyim işin birinci bacarığıdır. Yəni birinci inkişaf sahəmizin birinci bacarığı necə oldu? Birinci bacarığı fiziki hərəkətləri yerinə yetirir. Məzmun xətti əsas standart. Bunu başa düşdük. Belə hiss edirəm, bunu bildik, öyrəndik. Əsas standart bizim keçdiyimiz bölmədir. Bəs yaxşı, alt standart nədir? Gələk alt standartımıza. Bizə verilib, yenə baxırıq bura 1.1.1. Baxın, indi biz daha ətraflı danışaq bu haqda. Birinci məzmun xəttimizdir. Birinci göstərilən rəqəmimiz nədir? Məzmun xəttimizdir. Birinci göstərilən rəqəmimiz məzmun xəttidir. Bu heç vaxt dəyişilməyəcək. Birinci inkişaf sahəmizə aiddir. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Yaxşı, bəs ikinci bir nədir? İkinci bir də burada əsas standartdır. Birinci inkişaf sahəsində görüləcək işin, yəni fəaliyyəti göstərir. Yəni birinci inkişaf sahəsinin birinci bacarığıdır. Nə demişdik? Birinci inkişaf sahəmiz fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdir. Birinci inkişaf sahəsinin birinci bacarığı nədir? Fiziki hərəkətləri yerinə yetirir. Yaxşı, bu bir nədir? Bu daima dəyişir. Baxın, bu üçüncü birə baxırıq. Bu bir daima dəyişir. Yaşlar üzrə dəyişir, qruplar üzrə dəyişir. Bu bir daim olaraq dəyişiriləcək, bu üçüncü bir. Yəni üçüncü rəqəmlə göstərilir. Bu adlanır alt standart. Baxın, məsəl üçün 1.1.1-də diqqətli olaq, biraz da başa düşə biləcəyik. Deməli, baxın, birinci dedik ki, məzmun xəttimiz fiziki inkişaf və sağlamlıq təhlükəsizlikdir. 1.1 birinci inkişaf sahəsinə aid olan bacarığımızdır. Bu bir. Yaxşı, bəs 1.1.1 nədir? Alt standart nədir? Alt standart, baxın, fiziki hərəkətlər qalxıb oturur, yanlara dönür, sərbəst yeriyir, 3-4 metr məsafəyə qaçır və maneələrdən yan keçir. Yəni artıq bu aiddir kiçik qruplara. Yəni artıq kiçik qruplarda baxın qalxıb otura bilir və bu məzmun xətti qruplar əsasında dəyişilir. Alt standart qruplar əsasında dəyişilir. Burada 1.1.1 olmayıb. Əgər birə verilsə ki 1.1.2 artıq bu biraz nə olacaq? Mürəkkəbləşəcək. Yəni sadə fiziki hərəkətləri əvvəl 1.1.1-də qalxıb otururdu, yanlara dönürdü. İndi isə baxın dəyişdirildi. 1.1.2-də yeriş və qaçış hərəkətlərini icra edir. Yerişdən qaçışa, qaçışdan yerişə keçmək, sürünmək, yumallamaq, topu bir-birinə atmaq artıq burada mürəkkəbləşdi. Yəni dəyişdirildi, mürəkkəbləşdi. İndi 1.1.2 olmayıb. Olsa ki, məsəl üçün 1.1.3
dəyişirlə gedir. Məsəl üçün, uşaqlar böyüdükcə onların hərəkətləri mürəkkəbləşdikcə dəyişilir. Baxın, məsəl üçün, məzmun xətti olduğu kimi qalır. Məzmun xəttinin yanındakı əsas standart qalır, amma alt standart dəyişilə bilir. Baxın, bəzi hallarda 1.1.3. Bugün mən uşaqlara öyrədirəm, tutaq ki, 1.1.1-i öyrədirəm. Uşaqlara öyrədirəm, veriləcək belə 1.1.1. Qalxıb oturmağı, yanlara dönməyi, sərbəst yürüməyi və 3-4 metr məsafəyə qalx. Bunu öyrətdim. İndi gəlirəm, sabah mən nə veriləcək? Sabah mənim məzmun xəttim veriləcək 1.1.2. Baxın, 1.1 olduğu kimi qalacaq. 1 olduğu kimi qalacaq. Ancaq dəyişən isə burada artıq alt standartdır. Hərəkətlər dəyişir. Baxın, burada 1.1-dirsə, sadə fiziki hərəkətləri yerinə yetirir, qalxıb oturur, yanlara gedir. Amma 1.1 artıq 2-dirsə, artıq bu 2-də böyüklərin köməyi ilə pilləkənləri qalxa bilir, böyüklərin köməyi ilə yerində atılıb düşə bilir, gimnastik hərəkətlərini yerinə yetirir, 2 ayaq üstə tullanır, yerə düşə bilir. 1.1.3-dürsə, artıq topu döşəmə üzərində diyirləndirə bilir, topu ayağı ilə vura bilir. 1.1.4-dürsə, əlində tutduğu əşyalardan, karandaşlı topdur, oyuncaqdır, təyinatına görə istifadə edə bilir. Yəni, bu alt standartımız daima dəyişilir. Ancaq məzmun xəttidir, əsas standartdır. Bunlar dəyişməzdir. Məzmun xətti ümumiyyətcə dəyişmir. Əsas standart isə daha mürəkkəb bacarıqlar tələb olunduğu zaman dəyişilir. Deməli, alt standartımızın bir sıra soruncu göstərilən rəqəmimiz olan alt standartımızın bir sıra funksiyaları var. Funksiyaları nədir? Təlim məqsədini dəqiq müəyyənləşdirir. Yəni, dəqiq müəyyənləşdirir ki, məsələn, 1.1.1 birinci inkişaf sahəmizin birinci bacarığına nələr daxildir? Yəni, dəqiqləşdirir məqsədini, təlim strategiyalarının düzgün seçilməsidir, təlimdə integrativliyi təmin edir, təlimdə məzmunun davamlı inkişafını təmin edir. Baxın, yəni alt standartın funksiyaları bunlardır. Ona görə dəyişilir, ona görə daima dəyişilir alt standart. Alt standart həm də nədir? Alt standart həm də formativ qiymətləndirmədir. Yəni, inkişafın izlənilməsidir. Yəni, inkişaf izlənilirsə, dəyişirilir. Bugün bu hərəkəti yerinə yetirməyi öyrədirəmsə, sabah başqa bir hərəkəti yerinə yetirməyi öyrədirəm. Ancaq məzmun xətti alt standartı qalır. Əsas standartda məzmun xətti qalır. Alt standartda isə artıq dəyişikliklər edirəm. Yaxşı, bəs bunlar necə oxunur? Məsəl üçün, bizə verilib 2.1.1. Baxın, bu necə oxunacaq? 2 nədir? 2 məzmun xəttimizdir. 2-nin yanındakı 1 nədir? 1 bizim əsas standartımızdır. 1-in yanındakı 1 nədir? O həmin biri isə bizim alt standartımızdır. Oxunuşu necədir? Oxunuşu ikinci məzmun xəttinin birinci əsas standartının birinci alt standartı. Deməli, baxın, necə dedik oxunuşunu? İkinci məzmun xəttinin birinci əsas standartının birinci alt standartı. Deməli, bunun oxunuşu da belədir. 2.1.1. İkinci məzmun xəttinin, yəni birinci göstərdiyimiz rəqəm 2-dir. Birinci əsas standartdır. İkinci rəqəm göstərdiyimiz əsas standartdır. Üçüncü göstərdiyimiz rəqəm isə alt standartdır. Və yaxud da 4.2.2 nə deyəcəyik? Dördüncü məzmun xəttinin ikinci əsas standartının ikinci alt standartı və yaxud 3.2.1 üçüncü məzmun xəttinin ikinci əsas standartının birinci alt standartı. Bu qədər əziz xanımlar, məzmun xəttimiz mövzusu bu qədər biraz mürəkkəb mövzudur. Amma diqqətlə dinləsəniz və materialdan diqqətlə oxusanız, ümidvaram ki, başa düşəcəksiniz hər birisini.